Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz kanalıma. Ümidvaram ki, çox yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Həftəlik açılımla qarşınızdayım. Yəni 26 may və 1 iyun tarixlərində bizi nə gözləyir, nə yenilik olacaq? Həftəmiz monoton mu keçəcək, yoxsa dəyişik bir şeylər mi olacaq? Qapı biraz açıqdır, ona görə gələn səslərə görə üzrlü sayın. Kartlarımızı qarışdırırıq. Baxın xanımlar və cənablar, növbəti dəfə ola bilsin ki, həftəlik açılımı çəkə bilməyəm. Çalışacağım çəkeyim, amma birdən olar da insana çəkə bilməsəm üzrlü sayın. Çünki istirahətə gedirəm. Ona görə ola bilsin çəkə bilməyəm, amma çalışacağım ki, çəkeyim. Onsuz da 2 həftə dalbadal həftəlik açılım eləmədik. Bunun üçün mən də çox pis olurdum. Amma neyək? Birinci, ikinci və üçüncü dəstə, hansı dəstə ilə daha çox uyumlanırsınızsa, onu da seçin. Kartların biraz sürüşkəndir. Yoxdur, düzəldərik. Hansı ilə daha çox uyumlanırsınızsa, onu da seçin. Birinci, ikinci və ya üçüncü dəstə. Kimin üçün vaxt azdırsa videonu saxlaya da bilərsiniz, amma məncə siz seçmisiniz. Başlayaq. Birinci variantı seçən izləyicilərimlə görək 26 iyun, 26 may və 2 iyun tarixində bizi nə gözləyir? Həftəmiz monoton olacaq. Heç bir şey düşünmürsünüz, sadəcə kartınıza odaqlanırsınız və baxaq görək nə olacaq? Ani bir qərar verəcəksiniz. Bu işlə də bağlı ola bilər, sevgi həyatınızla da bağlı ola bilər. Amma bu qərarı qarşı tərəf yox, siz verəcəksiniz. Əslində itirmək istəmədiyiniz bir şeydir. Yükünü çoxdan çəkdiyiniz bir şeydir, amma artıq yorulduğunuzu deyirsiniz və üzünüzü də yəni, bu tərəfə yox da, üzünüzü də bayra tərəfdəyim də, yəni çevirib çıxıb getmək istəyirsiniz və bu ani qərardır. Sonraki qərar peşman edə bilər insana, əsəbi qərar peşman edə bilər insana. Amma o hər nədirsə, həm də onu buraxmaq istəmirsiniz. Sanki düşdüyünüz vəziyyət onu yaradır ki, arxamı çönüb getmək istəyirəm artıq. Yenə deyirəm, bu iş yeri də ola bilər, istədiyiniz insan da ola bilər ki, artıq bunun yükünü daşımağa gücünüz çatmır. Hər münasibətdirsə, hər nədirsə, sanki münasibətdə qoruyub saxlayan tərəf siz olan tərəfsiz, mücadilə verən tərəfdir. Siz tərəfsiz, amma artıq yorulduğunuzu deyirsiniz və üzünüzü çevirib çıxıb getmək istədiyinizi görürəm. Belə. Ola bilər bu qarşı tərəf sizi tez asanlıqla buraxmayacaq, amma verdiyiniz qərar bundan ibarətdir ki, mən artıq getmək istəyirəm. Çünki özümü xoşbəxt hiss eləmirəm. İş gözləyənlərimiz varsa, dörtlü bir zaman dilimində sizə kiçik addımlarla, kiçik söz ata bilərlər. Elə bir vəziyyətdə, dörtlü bir zamanda, yəni 4-cü gün qəbul edib, sizə bir iş təklifi gələcək. Ola bilsin ki, siz bunu yenə də aqressiya ilə qarşılayacaqsınız. Bəlkə də məvacibi xoşunuza gəlmədi, nə bilim, vəziyyətlər xoşunuza gəlmədi, amma belə bir təklif olunacaq sizə. Ümumilikdə çox, Türklər demiş, yıpranmış bir insan olur, sizi elə görürəm. Nə qədər də özünüzü əsəbi, çox yorğun, nə bilim, qısqanc, deyən bir tipəm desəz belə, əslində çox yorulmusunuz. Bilmirəm. Belə, birinci variantı seçənlər belə getdi. Gəlin, baxaq görək. İkinci variantı seçən izləyicilərimiz sizi nə gözləyir? Heç bir şey düşünmürsünüz, kartınızı düşünürsünüz, fikirləşirsiniz və baxaq görək sizə nə çıxır.
Peşman olmuş bir şəxs, bir insan və sizi görüşə dəvət edən həmin o insan sizin üçün çox darıxdırdığını deyir, sizə qarşı çox ədalətsiz davrandığını deyir. İkili bir zaman dilimində sizin həmin o insanla görüşünüz olacaq. Görüşünüz, danışığınız, amma daha çox görüş göstərir mənə. Çox peşmandır, o insan da çox peşmandır elədiyi şeyə görə. Siz də çox məyussuz, gözləmədiyiniz bir hərəkəti görmürsünüz sanki. İşdən təklif gözləyənlərimiz varsa, sizə iş təklifi gələcək, ikili bir zamanı görürəm. Amma bunu dəyərləndirməyi özünüz istəməyəcəksiniz. Çünki ola bilsin ki, o məndə olan enerji bir hissəsi sizə keçər və o işin sizin üçün yaxşı olmadığını düşünə bilərsiniz. Doğrudan da belədir. Sanki bu işi seçsəz sizin üçün doğrudan çox məyusluq gətirə bilər. İndiki vəziyyət üçün deyil, bir həftəlik bir müddətə baxırıq və həmin o müddət üçün peşmançılıq görürəm. Amma ümumilikdə sevdiyiniz insan varsa, uzaqlaşma durumundasınızsa, aranızda bir soyuq rüzgarlar keçirsə, bu soyuq rüzgarlar görüşlə nəticələnəcək. Çünki adam sizi görmək istəyir, darıxmaq istəyir. Münasibətiniz bitibsə də bunun bitiş olduğunu düşünmür. Çünki sizə qarşı duyğuları da var bu adamın. Belə ikinci variantda belə getdi və üçüncü variantı seçən izləyicilərimlə davam edirik. Görək sizdə nə çıxır. Deməli, bir insan olacaq ki, həyatınızda sizi bəlkə də qıraqdan izləyir, siz bu insandan xəbərdarsınız. Sizə burada mən sevgi təklifi görürəm. Sanki bu insan neçə vaxtda sizi izləyir, sizin üçün mübarizə aparır. Bəlkə sizin həyatınızda kimsə var, bunu deyə bilmir. Amma əlində təklifi ilə sizə qarşı ciddi niyyətdə olduğunu açıqlayacaq. Su ünsürü olma ehtimalı böyükdür. İşi gücü yerində olan bir insan görürəm mən burada. Söhbət üzümüzə gələn həftədən gedir. Yəni sizə elçi kimi bir namizəd çıxacaq. Əslində bəlkə də bəyənmədiyiniz bir tip olacaq. Amma sizinlə bu insan sizinlə ailə qurmaq niyyətində olacaq. Bəzilərinizdə ailə qurma olmasa belə ciddi niyyətdə bir münasibət görürəm burada. Əslində elə bir bəlkə də yolunu qarşısını kəsən bəzi şeylər var. Sizin istədiyiniz var, o insan bunu bilir, addım ata bilmir ola bilər. Amma burada insanın konkret olaraq sizə tərəf dönüb bu istəklərini artıq sizə çatdıracağını görür. Çünki artıq darıxıram deyir. Və mən içi gücü yerində sənə də ədalətsizlik elədiyimi düşünmürəm. Sənə qarşı duyğularım çoxdur. Mənimlə bir birlikdəlik istəyirəm. Belə bir təklif ala bilərsiniz. Bunu da deyim, üçüncü variant. Əgər işləyənlərimiz varsa, işiniz stabil bir formada gedəcək, yeniliyi olmayacaq. Biraz ola bilər, peşmançılıqlar yaşaya bilərsiniz öz duyğusallığınıza görə. Amma başqa burada işdən çıxma, iş dəyişmə kimi bir durumlar görə bilmirəm. Zaten ağlı başı yerində olan bir insansınız. Sizə də artıq əski söz deyilməsini sevməyən bir insansınız. İşlərinizi ayrı, sevgi həyatınızı ayrı tuta biləcək bir xarakterdəsiniz. Belə iş axtaranlarımız varsa da gözləmədiyiniz bir anda kimdənsə iş təklifi ala bilərsiniz. Yəni belə bir xəbər gələ bilər sizə. Dəyərləndirib dəyərləndirməmək artıq sizin seçiminiz qarşısında olacaq. Belə 26 və 1 iyun düz dedim də ümidvaram. Əgər səhv demişəmsə də düzəlişlər eləyəcəm. Özünüzə yaxşı baxın, yaxşı ki siz varsınız, yaxşı ki mənim izləyicilərimsiz. Hələlik.